Salam uşaqlar, hər vaxtınız xeyir. 2024-ün birinci qəbulunu danışırıq. İzahını 2 iyun. Deməli, 31-ci sual. Verilmiş kütləli bir atomlu ideal qaz MK bölməsinə aiddir. Bizdən soruşur burada izobar sıxılma. İzobar P konstant deməkdir. Sıxılma isə həcmin azalması deməkdir. Yəni, həcmimiz nə olur? Azalır. P konstant uşaqlar, P-nin oxuna perpendikulyar 1, 2 var və 3, 4 var. Həcmin azalması deyirsə, sıfıra doğru yaxınlaşan 3, 4-ü götürürük. Bizdən işi soruşur. İşin düsturu A bərabərdir P delta V. P-nin qiyməti 3, 4 hissəsində baxarıq. Bax, düşür P sıfıra. V isə 3-dən, yəni 3V0-dan gəlib V0-a, yəni sondan başlanğıca çıxıram, V0 çıxılsın 3V0. Bu da eləyir P0 vurulsun mənfi 2V0, yəni mənfi 2 P0 V0. Həm də sıxılma zamanı qazın gördüyü iş nə olur? Mənfi. Cavab Y variantı. 32-ci sual maqnit bölməsidir. M nöqtəsində induksiya B olarsa, yekun sahənin bu nöqtələrdəki induksiyası nəyə bərabərdir? Uşaqlar, birincisi buna görə baxaq. Cəryan əgər sola doğru gedirsə, sağ əl qaydasında baş barmağımızı belə tutanda 4 barmağımız, 4 barmağımızın yuxarı hissəsi, bu naqilin yuxarı hissəsində 4 barmağımız olur ora doğru. Ora doğru olduğuna görə olur X. Sonra digər naqilə görə, bu naqilə görə yeni yuxarıya doğru verib, 4 barmağımızı yuxarıya doğru tutanda, onda sağ tərəfində naqilin 4 barmağımız olur ora doğru, sol tərəfində isə olur bizə doğru. İndi bu M nöqtəsinin olduğu hissə birinə görə X-dir, birinə görə nöqtədir və i'lər bir-birinə bərabərdir. Əks istiqamətli induksiyalarda çıxıldığına görə cavab qalır C variantı. Burada topluda indi bunun başqa formaları var. Bu məsafənin çox önəmi var. Məsafələr də eynidir, i'lər də eynidir deyə çıxılır 0 qalır. Məsafə çox olsaydı əgər, nə olardı? B-nin qiyməti az olmuş olardı. Çünki maqnitdən, naqildən uzaqlaşdıqca maqnit sahəsi zəifləyir. 33. İnduktivliyin vahidi hansıdır? Bir vahid həmişə düşür. İnduktivliyi L-dir. Enerjinin düsturundan tapaq. L kvadratı bölünsün 2. Bildiyimiz kimi 2-nin vahidi yoxdur. L-i tapanda olur W bölünsün I-nin kvadratı. Yəni, Joule bölünsün amperin kvadratı. Joule-da kilogram vur metrin kvadratı böl saniyə kvadratıdır. Amperin kvadratını da yazırıq öz yerinə. Düzgün cavab olur kilogram A variantı. 34-cü sual. Riyazi rəqqasın, ümumiyyətlə, riyazi rəqqası, yalı rəqqas periyod üstünü əzbərliyi mütləq. Riyazi rəqqasın sərbəst əksəri zaman impuls sıfıra bərabərdirsə, əgər P bərabərdir sıfırdırsa, başqa nə maksimum olar? Uşaqlar, P sıfırdırsa, impulsun düsturu MV-dir. Onda belə çıxır ki, sürət də sıfır olmalıdır. Yəni, sürət sıfırdır. Sürətin sıfır olduğu yerdə təcil nə olurdu? Max və potensial enerji nə olurdu? Max. Nə maxdır? 2-3. Biraz daha ətraflı izah eləməyə çalışsaq, deməli, bir dənə riyazi rəqqas düşünək, ipdən asılmış rəqqasdır. Sürət sıfırdırsa, deməli, bu hardadır? Sürətin sıfır olduğu yer kənarlardır. Yəni, söhbət buradan gedir. X max'ın olduğu yerdə mənfi X max, burada müsbət X max, burası isə sıfır tarazlıq vəziyyətidir. Kənarlarda sürət sıfır olur, bəs nə maksimum olur? Hündürlük max olduğuna görə potensial enerji max olur. X maksimum olduğuna görə təcillə qüvvə maksimum olur. Çünki MA nəyə bərabərdir? K X-a. X-in çox olduğu yerdə təcil də çox olur. 35-ci sual. MK bölməsi. PV bərabərdir, yazırıq nöRT. Qrafikdən 1-dən 2-yə nə sabitdir? V. Bizdə də V var zaten. V sabit olan V-nin oxuna perpendikulyar bu variant və bu variantın arasında qalırıq. Qrafikdə temperatur artır. Temperatur artırsa təzyiq də artır. Düzgün cavab D variantıdır. 36-cı sual. Buxar bölməsi. Buxar görən kimi nə yazırıq? P bərabər NKT, Rho bərabər MBLV. P, N, T, Rho-nu idarə edirik. 4-ü bir-birindən düz mütənasib asılıdır. Əsas qrafikdə temperatur sabitdir. Bizdə də zaten temperatur var. Temperatur sabit olan variantlar A-la D-nin arasında qalırıq. Həcm artır. Söhbət buxardan gedir. Buxarın həcmi artırsa, deməli, buxarın kütləsi də artmış olur. Ona görə kütlə artan variant A variantıdır. Sonra 37. Cihazla bağlı bir sualımız. Tənzimləmək üçün nədən istifadə olunur? Reostatdan. A rezistordur, yəni adi naqildir. B yarım keçirici dioddur, düzləndirmək üçündür. Bu vakum diodudur.
Bu da düzləndirmək üçündür. C isə nədir? Qızdırıcı. Sonra 38-ci sual. Ağırlıq qüvvəsi bölməsi. H-R olanda F 160-dırsa, H 3R olanda. Deməli, uşaqlar, ümumdünya cazibə qüvvəsi H hündürlüyü üçün J MM bölünsün R plus H-ın kvadratı. 160 bərabərdir J MM bölünsün R plus H-ın yerinə R qoyuram. R-in kvadratı. O da eləyir J MM bölünsün 4R-in kvadratına. Belə. Tekrardan yenə F üçün düstur yazsaq. J MM bölünsün R plus, bu dəfə R-in yerinə 3R qoyacam. 3R-in kvadratı. O da eləyəcək J MM bölünsün 16 R-in kvadratına. Uşaqlar, gəlin əvəz etmə eləyək. J MM bölünsün R kvadratının yerinə nə qoya bilərəm? 4 vurulsun 160. Bax, bunun yerinə qoyuram. 4 vurulsun 160 bölünsün 16. Cavab qalır 40. B variantı. Təbii ki, riyazi ifadədir. Başqa cürdə yazmaq mümkündür. 39-cu sual. Cisim üfüqi səthi üzərində 20 newtonluq qüvvənin təsiri bərabər sürətli gedir. Əgər bərabər sürətlidirsə, MA yoxdur. Onda F dartı bərabərdir F sürtünməyə. Dartı da 20 ilə dartdığına görə 20 bərabərdir F sürtünmə. Sonra burada belə bir söz var. Deyir ki, sürtünmə qüvvəsi sabitdir. Deməli, burada da sürtünmə yönələcək hərəkətin əksinə və bu sürtünmə ilə bu sürtünmə eyni şeydir. Burada isə təcillər şət olduğuna görə yazacaq MA bərabərdir F çıxılsın F sürtünmə. M-imiz 5-dir. A 2-dir. F bilmirəm. Çıx. Sürtünmə də bununla eynidir deyə 20 qoyuram. F də burada nedir? 30. Cavab B variantı. 40-cı sual. Rəqslərdə ağlar bölməsi. Kütləsi 200 qram. 0,2 kiloqramda. Bu V-nin tənliyindən V ilə başladığına görə bu olur V max. Omega olur. Kosinus ya da sinus hər nəsə onunla T-nın arası. 5 pi. Pi-ni də verib 3. Deməli 15. Maksimal qüvvəni tap. F max bərabərdir sual. Bildiyimiz kimi qüvvənin düsturu nədir? MA. Max deyil. Biz də bura A-nın maxını qoyuruq. M A-nın yerinə qoyacaq. Omega V max. Yəni 10'da 2 vurulsun 15 vurulsun 3. Bu da eləyir 9. Cavab C variantı. 41-ci sual. Elektron intensivlik xətləri söhbət gedir elektrik sahəsindən. Mənfi yük sahə ilə eyni istiqamətdə hərəkət edəndə buna təsir edən qüvvə sahənin əksinə yönəlir deyə necə hərəkət edir? Bərabər yavaşayan. Yavaşayan, yəni bəli, yavaşayan. Yəni mənfi iş görür. Mənfi iş görürsə kinetik enerji nə olur? Azalır. 20 azalar. Çünki iş bərabərdir. Delta F vurulsun Q-yə. 20 volt dediyinə görə 20 vurulsun elektron volta. Yəni iş mənfi 20 elektron voltdur. Ona görə kinetik 20 azalır. Deyək ki, qayda deyirik həmişə. Məhdəl görən kimi nə yazırıq? F bərabərdir sigma S. Buradan da sigma yerinə epsilon YS. S-i tapdığımızda olur F bölünsün epsilon Y. F-in qiyməti 240-dır. Epsilonun qiyməti 3 vurulsun 10 üstü mənfi 4-dür. Y-nin də qiyməti 2 vurulsun 10 üstü 11-dir. 3 kim 6, 24'ü 6'ya böləndə 4 ilə olan cavab C variantı. Unutmayın, açıq qapalı suallarda çevirmələrə çox vaxt ayırmayın. 43. Dalğanın sürət düsturu YB arasındakı bucaq nəyə bərabərdir? 90 dərəcə. Yer gəlmişkən sürət düsturu nədir? Y bölünsün B. 44. VT-yə uyğun. Deməli, bu hissədə sürət dəyişib, deməli, təcil var. Təcil də nə deməkdir? Delta V bölünsün T. Bizdə də yuxarını aşağı böləndə nə verir? Tangens alfa. 2-də bucaq yoxdur deyə A2 0-dır. Deməli, D ilə yerinin arasına qalıram. 3-də isə bucaq daha kiçikdir deyə 3 daha kiçikdir. Ona görə D variantıdır. 45-ci sual. Ayrı bölməsidir. B səviyyəsindən söhbət gedir. Hidrostatik təzyiq dediyinə görə hidrostatik təzyiq ρGH-dır. Gəlin düşünək uşaqlar. Su başlayır dolmağa. B səviyyəsində suyun hündürlüyü getdikcə artır. O ki, su gəlib bu səviyyə çatır. Artıq bura su dolsa da həmin su tökülür bura. Yəni bir müddət B-nin üzərində təzyiq dəyişməz qalır. Deməli, öncə necə danışdıq?
Öncə bu dolmağa başladıqca B-nin üzərində suyun hündürlüyü artır. Deməli, təzyiq artır. Burada 0 verib olmaz. 0 verib olmaz. Bunlar olar. Artım. Sonra o ki su bura dolur, bura kimi doldur, artıq başlayır bura tökülməyə. Yəni bir müddət B-nin üzərində suyun səviyyəsi dəyişmir. Deməli, təzyiq dəyişmir. Dəyişmir, bu ola bilər, bu ola bilməz, bu ola bilər. Aha, indi su ki gəldi, çatdı bura. Artıq bu istiqamətdə dolmağa başlayır. Amma əvvəlkindən biraz daha kiçik sürətlə hündürlük artır. Yəni, nə demək istəyirəm? B, bu balaca dar hissədə olanda hansı hündürlük daha sürətlə artır. Amma bu enli hissədə olanda hündürlük artıq dar hissəyə nisbətən daha zəif artır. Hündürlüyün artması daha zəif olduğuna görə təzyiq də daha zəif azalır. Ona görə deməli birinci hissədə təzyiq daha sürətlə artım verir, üçüncü hissədə daha zəif. Ona görə A variantı. 46. İşıq kvantları bölməsi. Enerjisi 3.2 olan foton düşdükdə fotoeffekt baş verir. Yəni, Y foton deyir ki, 3.2 olarsa, nə zaman fotoeffekt baş verir? Demək, uşaqlar, Einstein tənliyi Y foton bərabərdir. Y kinetik üstəgənsinin açılışdır. Foton bildiyimiz kimi, fotonun enerjisi ikisinin cəminə bərabərdir deyə. Deməli, əgər bu 3.2-dirsə, açılış nə olmalıdır? 3.2-dən böyük olmamalıdır. Yəni 1.8 tamam, amma 5.3 ola bilməz. Çünki toplananlardan biri cəmdən böyük ola bilməz. Çünki bunlar skalyardır. 4.2 olmamalıdır. Kalium ola bilər. Düzgün cavab sink və platin D variantıdır. 47-ci sual yenə V-nin T-dəndir. Bərabər sürətli hərəkətdir. Əgər sürət sabitsə, təcil nədir? 0. 0 ola bilər, 0 ola bilər, deyil, ola bilməz, 0 deyil, ola bilməz, 0 deyil, ola bilməz. Sonra burada ox ucu yuxarıdırsa, deməli təcilin proyeksiyası müsbətdir, qüvvə də müsbət olmalıdır. Müsbətdə sabit B variantıdır. 48-ci sual düsturdur, müxtəlif mühitlər bölməsinə aiddir. W-nun yerinə yazıram U3, vur K, U öz yerində, U'lar gedir, K2 də nəyin düsturudur? Kütlənin. Kütlə. C variantı. 49. Elektrik sahəsinə meyil edir. Uşaqlar, elektrik sahəsinə meyil edir alfa və beta. O elektromaqnet dalğalar şkalası var. Oradakıların heç biri meyil etmir. 50. Reostatın sürgüsünü sola sürüşdürdükdə. Deməli, gəlin baxaq. Cəryan müsbətdən mənfiyə doğru gedir. Yəni, bu qədər uzunluqdan keçir. Biz bunu sola sürüşdürdüyümüzdə, sola, yəni bu tərəfə, cərəyan gəlir. Uzunluq nə oldu uşaqlar? Şəkildən baxanda görünür. Uzunluq azaldı. Uzunluq azalırsa müqavimət azalır. Müqavimət azalırsa U azalır, amma I artır. I artırsa F'nin düsturu L idi. I artırsa F artır. Enerjinin düsturu 50 kvadratı bölünsün 2'dir. I artırsa enerji artır. Yəni ikisi də artır cavab Y variantındadır. 51-ci sual. Şəquli istiqamətdə yuxarı atılmış mərmi. Mərmi açar sözdür, qapalı sistem, yəni impuls sabitdir. Əgər qəlpələrdən biri bir üzrə gedirsə, o biri qəlpə. Uşaqlar, qəlpələrdən biri bir üzrə gedirsə, digər qəlpənin bunun tam əksi götürür ki, qapalı sistemdə impulsların cəmi sabit qalsın. Cavab B variantı. 52. Elektrik bölməsi. Deməli, gəlin düşünək. Mənfi-mənfini nə edir? İtəliyir. Yəni, buna təsir edən klon qüvvəsi sağadır, buna təsir edən klon qüvvəsi soladır. İndi birinci yükümüz sola doğru gedirsə, bunun sürtünməsi F sürtünmə 1 sağadır, bunun isə sürtünməsi F sürtünmə 2 hara doğrudur? Sola doğrudur. Gəlin baxaq, klon qüvvəsi sola yönəlib buna aiddir. Sağa yönəlib buna aiddir. Sürtünmə sağa yönəlib, buradan görürük, birinciyə aiddir. Sürtünmə sola yönəlib, sükünət sürtünmə klon qüvvəsinə bərabərdir. Newtonun 3-cü qanuna görə təsir əks təsirdir deyə 5 də ortada. 13, 24, 5 düzgün cavab D variantıdır. 53-cü sual. Qarşılı ötürmə ilə fırladılan disklər üzərində. Deməli, ümumiyyətlə 1, 2, 3-də hamısı bərabər olan bir kəmiyyət yoxdur. Bunu yaddaşa verin. Sürət nə zaman eyni olur? Qarşılı ötürmədə. Qayış hansıdır? Bax, buna fırlanan çevrələr hansıdır? 1 və 2. Deməli, V1 və 2-yə bərabərdir. 3 isə 2-dən daha kiçikdir deyə 3-ündə sürət azdır. Omega'ya gələk.
Omega ne zaman eyni olurdu? Konsentrikdə. Konsentrik hansıdır? İç-içə olanlar, yəni 2 və 3-cü çeviri. Deməli, omega 2, omega 3-ə bərabərdir. Biri isə 1 ilə 2 qarşılı ötürmədir. Biz də qayda keçmişik ki, qarşılı ötürmədə bir dənə nə radiusdan düz asılıdır? Period. Deməli, omega tərsdir. Yəni 1-in radiusu kiçikdir deyə 1-in omegası nə olmalıdır? Böyük. Düzgün cavab 1 və 4. Sonra 54-cü sual. Blokdan asılmış cismin kütləsi 6 kiloqramdır. İpin sərbəst ucu yuxarı yönəlmiş 4. İpin A ip 4'dür. Yükün çəkisini tap. P bərabər sual. Uşaqlar, açar söz yuxarı. P bərabərdir M J plus A. Söhbət yükdən getdiyinə görə burada mütləq nə etməliyik? A yükü qoymalıyıq. Yerinə qoyaq. M6 J10. Bizim də bu tərpənən blokda axı. Tərpənən blokda da A ip ya da V ip nəyə bərabər olur? 2A yük ya da 2V yük. Onda buradan 4 bərabərdir 2A yükdürsə A yükümüz neçədir? 2. Cavab edir 72 Newton. Statika bölməsi. Sonra 55-ci sual. Dəfələrlə düşən bir sualdır. Diffraksiya görən kimi nə yazırıq? D sinus F bərabərdir K lambda. D 0,1 mində bir daha doğrusu millimetrdir deyə 10 üstü mənfi 3. Maksimum dediyinə görə sinusun yerində 1. K-nı bilmirəm. Lambdan da 0,5 mikro, yəni 10,5 vur 10 üstü mənfi 6. Uşaqlar, mində 1 zaten 10 üstü mənfi 3 deməkdir. 10 üstü mənfi 3, 10 üstü mənfi 3, 10 üstü mənfi 6 eləyir. Bunlar gedir. 1 bərabər 0,5 K-dırsa K da bərabərdir 2-yə. Cavab 2. 56-cı sual. Dəyişən cərəyan bölməsi mütləq 2 düşəcək. Q-nün tənliyinə baxırıq. Q ilə başladığına görə Q max bərabərdir 0,028. Omega'nın qiyməti 100-dür. Cərəyan şiddətinin təsir edici, yəni adi i-ni soruşur. I sual. Bildiyimiz kimi i-nin düstur nə də omega Q, amma mən burada Q max istifadə etsəm, buradan da i max'ı tapmış olacam. O da eləyəcək 100 vurulsun 0,1028'ə. Buradan da 0,1'ini çox yazdım. Buradan da i max edəcək 2,8. Bildiyimiz kimi təsir edici qiymətlər maksimalda nədir? Kök 2 dəfə azdır. 2,8 də kök 2-yə böləcək. Yəni 1,4'də. O da eləyəcək 2. 57-ci sual. İnduksiya xətlərinin perpendikulyar istiqamətdə maqnit sahəsinə daxil olan Lorentz küvəsini tapın. Uşaqlar, Lorentz küvəsinin düsturu nədir? Q, B, V. Baş barmaq F-i göstərir. B ovcumuzun içinə girir. Sol əlimizdə 4 barmaq V ilə eyni. İndi biz burada 4 barmağımızı V ilə eyni istiqamətdə tutmuş olsaq, avtomatik baş barmağımız üzü o tərəfə doğru qalacaq. Onda birinci protonla deyə müsbət yük üçün 4 barmağımızı elə yuxarıya doğru tuturuq. B ovcumuzun, bunlar gəlsin buradan ovcumuzun içinə girsin. Ovcumuzun içinə girəndə baş barmağımız olacaq şəkil müstəvisinə doğru. Yəni B-ni protona qoyuruqsa, avtomatik bizə doğru A-nı elektrona qoyacaq. Neytrona isə qüvvə təsir etmir. Sonra 58-ci sual. Bircə dəqiqə, yenə buranı təmizləyim. 58-də elektrik tutumu bölməsidir. Cədvəli verib bizə deyir ki, ikinci üçün qur. Uşaqlar, bu ardıcıl birləşmədə. Ardıcılda yazırıq ki, ardıcıl birləşmədə Q konstant. Yəni Q1 bərabər Q2. O da bərabərdir Q-yə. Birincini Q verdiyinə görə Q. Sonra yazırıq Q bərabərdir C-u. U2'nin U1'ə, C1'in C2'yə. U2 bölünsün U1'in qiyməti. U, C1, C bölünsün 3'sə. Buradan da U2 bərabərdir. U bölünsün 3. Burada imtihanda cədvəlin aşağısı var idi. Orada bir toparlayırdıq. Deməli, Q-ni tapdıq. U bölü 3 tapdıq. Enerji üçün isə yazırıq W bərabər ardıcıldır deyə. Q kvadratı bölünsün 2'si. Yine WC-dən tərsdir deyə W2'nin W1'ə, C1'in C2'yə. Buradan da W2'nin W1'i burada bizə verib baxırsınız. W.
C1 yenə C-nin 3C-yə. Buradan da W2 bərabərdir W bölünsün 3. Все, bir şey tam bal gəlir. Gələk 59-a. İş bölməsi bu imtahanda gözləyirəm. İşə aid sual. Əvəzləyici qüvvənin işi deyirsə, A əvəzləyici bərabərdir M-A-S-dir. M 2-dir. A qrafikdən 2-dir. S-də tapmaq üçün V0,0 olduğuna görə AT kvadratı bölünsün 2 yazırım. Yəni 2 vur. 4 saniyə dediyinə görə 4-ün kvadratı bölünsün 2. 64 can. Mütləq vahidi yazın. Və 60-cı sual. Nazik qabarıq linza. Qabarıq linza yəni toplayıcı nəzərdə tutur. Hansı üç şuradan? Şuralar bunun şəkli verilmişdi imtahanda. Belə bir dənə F, çift, F, çift. Cismi səhv eləmirəmsə çift də qoymuşdular. 3 dənə lins şura deyəndə paralel gəlir. Dəyəndən sonra sınır mütləq F-dən keçir. Birinci şura. Bunun əksi F-dən keçir. Sonra paralel gedir. İkinci şura. Üçüncü şura isə istiqamətini dəyişmədən optik mərkəzdən keçir. Bu üçünün kəsişmə nöqtəsi bizə verir bu cismin xəyalını.